fermerin rifahı aqrar sahənin inkişafıdır. Məhz bu ifadələrlə bugünkü fermerin real dostu verilişinə başlayırıq. Qeyd edeyim ki, bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Fermerin real dostuna baxırsınız, əziz zəhmətkeşlər, dəyərli tamaşaçılar. Çox maraqlı bir mövzuya toxunmuşuq. Əvvəl onu qeyd edeyim ki, aprel ayının 1-dən etibarən ölkəmizdə, ölkənin daxili su hövzələrində sənaye məqsədi ilə balıq və digər bioresursların ovu qadağan edildi. Bununla bağlı mətbuatda elə mən özüm də oxudum. Düşündüm ki, maraqlı bir mövzudur. Bu mövzunu elə bizim tamaşaçılara, bizim izləyicilərimizə də çatdırmaq lazımdır. Ətraflı, ümumiyyətlə, bu istiqamətdə nə işlər görülür? Yeni yaradılan qurum da var. Bu, Kənd Təsərrüfatı Nazirliyinin xüsusi bir qurumudur, tabeliyində fəaliyyət göstərir. Həmin qurumun nümayəndəsi elə fermerlərin görüşünə gəlib. Balıqçılıq və Akvakultura Mərkəzinin Balıq Ovunun Təşkili Şöbəsinin müdürü Yaqub İbrahimli bizimlə bərabərdir. Yaqub müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Çox sağ olun, Ruslan müəllim. Mən də sizi dəvətiniz üçün təşəkkür edirəm. Minnətdaram ki, belə bir şərait yaratmışsınız. Biz də buradan balıqçılara səslənə bilirik. Mən bilməyənlər üçün deyim, yeri gəlmişkən, Cənab Prezidentin xüsusi sərəncamından artıq balıqçılıq istiqaməti də Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunub və balıqçılıq da bir kənd təsərrüfatı fəaliyyətidir. Fermerlərimiz və təsərrüfatçılarımız bu istiqamətdə mütəmadi olaraq Kənd Təsərrüfatı Nazirliyinin həmin yeni yaradılan mərkəzin və eyni zamanda fermerin real dostu vasitəsilə müxtəlif məlumatları eşidiblər. Sizin qurumun rəhbəri də elə bizim verilişin qonağı olub. Yaqub müəllim, siz nə isə konkret olaraq bəhs etdiyim məsələdən danışmaq istəyirəm. Yəni, konkret desək, aprel ayının 1-dən etibarən qadağa məsələsinə toxunmaq istəyirəm. Ölkəmizdə ümumiyyətlə sənaye məqsədi ilə balıq ovu qadağası niyə tətbiq olunur? Gəlin söhbətimizə buradan başlayaq. Çox gözəl vurdular Ruslan müəllim. Mən sualınıza cavab olaraq bildirmək istəyirəm ki, sənaye məqsədi ilə 1 apreldən 1 sentyabradək daxili su hövzələrində balıq ovu qadağası o məqsədlə qoyulur ki, balıqların və digər su resurslarının sərbəst şəkildə kürləmə dövrünü başa vurmalarına, eyni zamanda balıq populyasiyasına, balıqların bərpasına və artımına dəstək məqsədi ilə ölkəmizdə bu tarixlər balıq ovuna qadağa edilir. Eyni zamanda Xəzər dənizində də bildiyiniz kimi gələn aydan 1 maydan 1 sentyabradək Xəzər dənizində də qadağa müddəti başlayacaqdır. Bu sənaye üsulu ilə ov deyəndə nə nəzərdə tutulur? İstərdim ki, biraz bir mütəxəssis kimi bunu açasınız. Sənaye üsulu ov dedikdə, müəyyən olunmuş ov alətləri vasitəsilə, yəni kütləvi şəkildə balıqların ovlanmasından burada söhbət gedir. Bəzən vətəndaşlarımız və balıqçılar idman həvəskar ovla sənaye ovunu səhv salır, amma sənaye ovu torlar vasitəsilə və yaxud digər balıq ovu alətləri vasitəsilə, hətta üzmə vasitələri ilə biraz daha dərinliklərdə balıq ovunu həyata keçirən bir üsuldur. İdman həvəskar ovu isə tilov vasitəsilə asudə vaxtlarını keçirmək üçün olan bir fəaliyyətdir. Yaxşı, Yaqub müəllim, yeri gəlmişkən, bax, maraqlı məsələyə toxundunuz. İndi bizə baxan insanların arasında tam mənzərə aydın olsun deyə. Misal üçün, mən tilovum var, dostlarımla həftə sonra yığışıb gedirəm, deyək ki, regionda yaşayan dostlarımızdan söhbət gedir. Salyan, Neftçala və ya da Mingəçevir, daha çox Kür çayı ətrafında və ya digər hövzələrdə balıq həvəskarlarımız var da, idman növü kimi, həm də bir, siz demiş, asudə vaxtı səmərəli keçirdirlər. Onlara da qadağa var, yoxsa onlar o tilovlarını sərbəst götürüb gedə bilərlər balıq tutmağa? Hələ ki, tilovlarını sərbəst götürüb gedə bilərlər. Gələn aydan etibarən ölkə ərazisində ümumiyyətlə həm Xəzər dənizində, həm daxili sularda ümumi balıq ovuna qadağa tətbiq olunacaq. Bu, həm də idman və həvəskar balıq ovu ilə məşğul olan şəxslərə də aid edilir. Amma bir aylıq müddətinə, yəni 1 may, 1 iyun tarixlərinə qədər. Ondan sonraki dönəmdə tilov vasitəsilə ovlama davam etdirilə bilər. Amma dediyim kimi sənaye balıq ovu isə sentyabrın 1-nədək o qərar qüvvədədir. Mənim diqqətimi çəkdi. Bu qadağaların
vaxtlar arasındakı, yəni vaxt fərqi var. Məsələn, aprelin 1-də biri başlayır, digəri mayın 1-də başlayır. Bunun səbəbi nədir? Bunun səbəbi bildiyiniz kimi daxili su hövzələri, yəni su anbarları, çaylar, göllər, bunlar şirin sulu su hövzələridir. Burada suyun temperaturu, havalar qızdıqca suyun temperaturu daha tez qızır və balıqlar kürləmə dönəmi daha tez başlayır. Bu nöqteyi nəzərdən daxili sularda 1 apreldən, amma Xəzər dənizi böyük su hövzəsi olduğu üçün və orada duzlu su olduğu üçün burada balıqların kürləmə dövrü daha gec başlayır. Ona görə də 1 may tarixindən Xəzər dənizində başlayır. Və bəlli bir neçə aya qədər davam edir. Yəni sentyabrın əvvəlinə qədər bu davam edir. Yəni bax bu müddət bəs eləyirmi hövzələrdə akvakulturanın, yəni o bioresursların doğru düzgün inkişafına? Yəni bu mütəxəssislərin, elm adamlarının yəqin ki hesablamalarıdır. Düzdürmü Yaqub? Bəli, bu ölkəmizdə bu qadağaların müddəti təsadüfi deyil. Bunların olması üçün ilk növbədə elmi əsaslarla bizdə bunu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Zoologiya İnstitutu yerlərdə ekspedisiyalar təşkil edərək balıqların bioloji vəziyyətlərini, su hövzələrinin vəziyyətlərini araşdıraraq müvafiq orqanlara bu məlumatları təqdim edərək bu müddətlər öz əksini tapmışdır bizim 243 nömrəli Nazirlər Kabinetinin qərarında. Çox gözəl. Yaxşı, qanunsuz balıq ovuna qarşı hansı tədbirlər həyata keçirilir? Ümumiyyətlə, bu tədbirləri əvvəllər bildiyim qədərilə Ekologiya Nazirliyi həyata keçirilir. Artıq bununla konkret olaraq siz, yəni balıqçılıq və akvakultura mərkəzi məşğul olur. Hansı formada və necə qadağalar, daha doğrusu qanunsuz balıq ovuna qarşı tədbirlər həyata keçirirsiniz? Balıqçılıq Akvakultura Mərkəzi və digər aidiyyatı orqanlar birlikdə ərazidə, yerlərdə mütəmadi şəkildə reydlər və nəzarət tədbirləri həyata keçirirlər. Reydlər keçirildikdə ilk növbədə balıqçılarla praktiki söhbətlər aparılır. Ondan sonra qanunsuz ov alətləri ilə qanunsuz ərazilərdə və yaxud da indiki kimi qadağan olunmuş müddətlərdə balıq ovunu həyata keçirən şəxslər tərəfimizdən protokol, cərimə tətbiq olunur. Yəni həm inzibati xətalar məcəlləsinə, eyni zamanda bu qanun pozuntusu öz belə deyək, çərçivəsindən daha çox böyüyərsə, yəni burada balıqların sayı çoxalarsa, təbiətə dəymişlərin daha çox olarsa, cinayət məcəlləsinə yol açır. Buradan da biz balıqçılara səslənmək istəyirəm ki, balıqların populyasiyasının artmasına bizlərlə bərabər dəstək göstərsinlər. Yəqin ki, sizin qurumun məqsədi də əslində kimsə cərimə eləmək deyil, təşviqatdır. Yəni akvakultura bizim necə deyərlər, qara qızılımız kimi, yəni neftimiz kimi bir təbiət var dövlətimizdir, belə demək mümkünsə. Onu isə qorumaq və həm də gələcək nəsillərə ötürmək lazımdır ki, bununla da ciddi şəkildə məşğul olan qurumlar var artıq, hörmətli tamaşaçılar. Məhz elə hal-hazırda da həmin qurumun nümayəndəsindən Yaqub İbrahimli ilə danışırıq. Mən yeni qoşulanları salamlayıram. Siz fermerin real dostuna baxırsınız. Biz xüsusi bir deməli tədbirdən danışırıq. Tədbir dediyimiz bu əslində su hövzələrində sənaye məqsədi ilə balıq və digər bioresursların ovunun qadağan olunmasından gedir. Aprelin 1-dən bu qadağa artıq qüvvəyə minib, Yaqub müəllim, düzdürmü? Məhz bu qadağa ilə bağlı, ümumiyyətlə bu işlərlə bağlı hansı səpkidə, nə kimi işlər həyata keçirilir? Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin Balıq ovunun təşkili şöbəsinin müdürü Yaqub İbrahimli deməli bizimlə bərabərdir. Yaqub müəllim, belə bir sual ağlıma gəldi. Misal üçün, qadağa müddəti bitdi. Bəli. Deyək ki, aprel ayın 1-də başlayan bu qadağa nə zaman bitəcək? Yeri gəlmiş. Sentyabrın 1-də. Sentyabrın 1-də. Sentyabrın 1-dən sonra nə baş verir və o səbirsizliklə gözləyən insanlar var da, təbii ki, balıq ovu qadağası müddəti bitsin və ondan sonra hansı belə deyək, hansı mərhələlərlə ov icazəsinə başlanılır? Bu proses mənə maraqlıdır. Çox gözəl sualdır Ruslan müəllim. İlk növbədə mən istəyərdim hal-hazırda daxili su hövzələrində qadağan olunmuş əraziləri sadalayım. Bu da balıqçılar üçün maraqlı olar.
Deməli, Kür çayı, Yenikənd su anbarı, Şəmkir su anbarı, Araz su anbarı, eyni zamanda Mingəçevir su anbarı bu ölkəmizin daha böyük, ən böyük su anbarlarından biridir. Və Sarısu gölündə hal-hazırda balıq ovlamaq qadağandır bu gündən etibarən, təkrar deyim. Aprelin 1-dən etibarən bəli qadağandır. Qeyd olunan ərazilərdə sentyabrın 1-dən sonra qanunvericinin tələblərinə uyğun olaraq bizim mərkəzə müraciət edərək və yaxud yerlərdəki asan xidmət mərkəzlərimizə müraciət edərək balıq ovlama bileti almış şəxslər öz balıq ovlama fəaliyyətlərinə davam edə bilərlər. Çox maraqlı. Yəni bunun üçün bilet almaq lazım. Əlbəttə. Artıq yəni sistem bu şəkildədir. Bundan qabaqki dövlət qurumunda Ekologiya Təbii Sərvətlər Nazirliyində də eyni qaydada belə davam edirdi. Bilet, yəni sənaye üsulu ilə balıq ovlayan şəxslər artıq bizim mərkəz tərəfindən balıq ovlama bileti ilə, yəni təmin olunur. Bu bir növ həm də qeydiyyat, yəni prosesidir. Bəli. Siz bilirsiniz ki, sizin nə qədər belə deyək də sənaye üsulundan balıq ovlayan konkret balıqçı təsərrüfatları belə demək mümkünsə var. Bəli, bunun haqqında da biraz məlumat vermək istəyirəm. 1 yanvar tarixindən, yəni Nazirlər Kabineti tərəfindən kvota təsdiq olduqdan sonra balıqçılıqla bağlı bizim tərəfimizdən kvotanın təsdiq olduğu elan edilir və balıqçılıq subyektləri öz yaşayış yerlərinə uyğun asan xidmət mərkəzlərinə və burada 4 asan xidmət mərkəzinə söhbət gedir. Quba, Salyan, Lənkəran və Qərb zonasında Gəncə bir saylı asan xidmət mərkəzi. Eyni zamanda Bakı şəhərində yaşayan və ətraf ərazilərdə yaşayan vətəndaşlar da bizim mərkəzə şəxsən müraciət edərək... Bəs Mingəçevir? Gəncə şəhərinə. Gəncə şəhərinə. Bəli. Bəs Mingəçevirdə də asan xidmət var. Orada bizim Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yoxdur ona görə. Bizim mərkəzə də Bakı şəhərində yaşayan əməkdaşlar müraciət edərək, daha doğrusu vətəndaşlar ərizə forması ilə müraciət edərək, birinci etapda onlara balıqların dəyərinə görə ödəniş təqdim olunur. Çox maraqlıdır. Yəni, balıqların dəyəri bilirsiniz ki, pulludur. Kvotalara görə, balıqlara görə daha doğrusu pul ödənilir. Kvota, yəni ki, miqdar, həcmdə. Gəlin misallarla çox maraqlı gəldi. Əminəm ki, bax bu dəqiqə bizə baxan tamaşaçılara da maraqlıdır. Kvota nə qədər olur və onun tutulmasına görə bilet nə qədər pul ödəməyə lazımdır? Xəzər dənizindən söhbət etsək, Xəzərdən misal çəkək. Bəli, ən aktual balıqçılar tərəfindən, yəni mənimsənilən balıq kütün balığıdır. Kütün, bəli, ən populyar. Bəli, kütün balığının Nazirlər Kabineti tərəfindən kvotası təxmini 90 tondur ölkə ərazisində Xəzər dənizi üçün. Söhbət sentyabrın 1-dən aprelin... Yox, bu mən dediyim müddət ümumiyyətlə yanvardan il ərzində bu kvota müəyyən olunandan sonra bu kvotalar yəni balıqçılar arasında bərabər şəkildə bölünür. Yəni o müddət ərzində 90 ton kütün tutmaq olar. Kütün tutmaq olar. Sənaye üsulu. Sənaye ovu ilə, bəli. Və həmin müvafiq olaraq ödəniş edilir. Ödəniş edildikdən sonra isə tərəfimizdən... Nə qədər ödəniş edilir, Yaqub? Maraqlıdır. Yəni, bax, bir təsərrüfatçı üçün maraqlıdır. Bu bileti almaq üçün yaxınlaşır asan xidmətə, özünü təqdim edir. Yəni, sənaye üsulundan deyir ki, mən gedirəm Xəzər dənizinin, deyək ki, Pirallahı ərazisində kütün tutmağa. Mənim özümə maraqlıdır. Əminəm ki, bu qaydaları bilməyənlər də var. Ona görə bu suallar verir. Doğrudur. Tərəfimizdən ilk növbədə müəyyən bir sənədlər təqdim olunmalıdır. Bura indi vətəndaşın şəxsiyyət vəsiqəsi, onun daha doğrusu Vergi Nazirliyində vöyn açdırılır o. Sonra əgər üzvə nəqliyyat vasitəsi varsa, belə deyək, qayığın sənədləri, gəmi bileti və texniki talon. Bütün bunlar hamısı yoxlanılır. Bəli, bunlar hamısı yoxlanılır. Vacib məsələlərdir bunlar əslində. Yəni sən dənizə açılırsansa, balıq tutursansa, burada təhlükəsizlik də önəmlidir. Və o öz ərizəsində hansı balıq növlərindən nə qədər ovlamaq istədiyini bildirir və həmin o balıq növlərinə uyğun da kvota ayrılır. Bundan sonra bu kvota bilet şəklində balıqçıya təqdim olunur. Çox gözəl. Bir sözlə hər şey belə deyək də nizam-intizamlı qaydada. Əlbəttə. Hər şey dövlət belə deyək də qurumunun, yəni akvakultura
Balıqçılıq və Akvakultura Akvakultura, Mərkəzinin bəli. tələblərinə və dövlətimizin tələblərinə uyğun olaraq həyata keçirilir və ən əsası da artıq akvakulturanın sözün əsl mənasında keşiyindəsiniz. Balıqların və suda yaşayan ümumiyyətlə resursların hamısını qoruyursunuz. Bundan bağlı gördüyünüz işlərdə bütün komandanıza, həm də sizə Yaqub müəllim minnətdarlığımı bildirirəm, uğurlar arzulamaq istəyirəm. Sona doğru ola bilsin ki, balıqçılara bir daha səslənmək istəyirsiniz. Aprelin 1-də başlayan qadağa ilə bağlı istəyirsiniz səslənin kameralar vasitəsilə siz eşitsinlər. Mən buradan bir daha balıqçılara səslənərək 1 aprel tarixindən daxili sularda balıq və digər sövbə resurslarının sənaye ovu ilə ovlanmasına sentyabr ayının 1-dək qadağa müddəti başlamasını bildirmək istəyirəm və bu qadağa müddətində balıqçılarımıza bu sahə ilə məşğul olan vətəndaşlarımıza bildirmək istəyirəm ki, gəlin birlikdə balıqların bərpasına və artırılmasına, eyni zamanda onların populyasiyasının çoxalmasına birlikdə dəstək olaq. Çox sağ olun, təşəkkür edirəm. Olaq dəstək, elə biz də bu dəstək məqsədi ilə sizi Azərbaycanın belə deyək də, kənd təsərrüfatı sahəsində ixtisaslaşmış, mən deyərdim ki, elə ən maraqlı televiziya layihələrindən biri olan Fermerin Real Dostu verilişinə dəvət eləmişik. Fermerlərimiz, təsərrüfatçılarımız, adi sıravi insanlarımız, Azərbaycanımız bu proqrama baxır və mən də fürsətdən istifadə edib Yaqub müəllimin sözünə şərik olmaq istəyirəm və çağırış edirəm ki, həqiqətən də fərqi yoxdur. Şirin su və ya duzlu su hövzələrində yaşayan bütün bu canlıları qorumaq lazımdır, qaydalara əməl etmək lazımdır. Qadağalar bitəndən sonra gedib nə qədər istəyirsiniz balıq tuta bilərsiniz. Mən sizə minnətdaram Yaqub müəllim, çox sağ olun ki, gəldiniz. Çox sağ olun, mən də sizə təşəkkür edirəm və belə bir şərait yaratdığı üçün həm Real TV-yə, həm Kənd Təsərrüfatı Nazirliyinə özlərinin təşəkkürünü bildirirəm ki, efir vasitəsilə biz buradan bu sahənin maraqlı olan və bu sahədə özünü görmək istəyən şəxslərə buradan səslənə bildik. Təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Əziz tamaşaçılar, dəyərli fermerlər və zəhmətkeşlər, el arasında maraqlı bir ifadə var. Deyir, könlü balıq istəyənin gərək quyruğu suda olsun. Bizim də könlümüz, bizim də istəyimiz odur ki, təsərrüfatla məşğul olan fermerlərimiz, bizim zəhmətkeşlərimiz daim maariflənsinlər. Bu sahədə nə yenilik varsa, məlumat varsa, onları məhz sizə çatdırırıq. Yeri gəlmişkən, Balıqçılıq və Akvakultura Mərkəzində sosial media hesablarını izləyin. Ən son məlumatları tez-tez paylaşırlar. Biz də sizə bax bu xəbərləri paylaşmaq üçün bugün gəlmişdik. Gələn həftə fermerin real dostunda görüşəcəyik. Hələlik.